Salam dostlar, kanalıma hoş geldiniz. Bugün sizinle dondurma tadında ballı tort reseptini bölüşürəm. Qazana 100 qram kərə yağı, 100 qram şəkər, 1 paket vanilin, 3 yemək qaşığı bal, 1 çimdik duz, 1 dolu çay qaşığı sodanı əlavə edib aşağı odda əlimizi götürmədən qarışdırırıq. Biraz rəngi dəyişdikdə qazanı kənara qoyuruq, çünki qazanın istisindən kütlənin rəngi biraz daha tündləşəcək. Başqa bir qabda 3 yumurtanı qarışdırırıq və qazandakı kütlə 4-5 dəqiqə soyuduqdan sonra yumurtanı yavaş-yavaş əlavə edib qarışdırırıq. Sonra 500 qram unu hissə-hissə əlavə edib qarışdırırıq. Xəmiri qazandan çıxarıb əlimizlə yaxşı yoğururuq. Xəmiri 8 hissəyə bölüb kündələr hazırlayırıq. Boşqaba un səpirik ki, kündələr yapışmasın. Və kündələri bir-bir yayırıq. Xəmiri kəsdiyim qapağın diametri 22 sm-dir. Xəmirə çəngəllə bu şəkildə batırırıq ki, bişərkən qabarmasın. 180 dərəcəli sobada 600 rejimdə 4-5 dəqiqə bişiririk. Bişmiş krem üçün 1 stakan şəkərə 2 yumurtanı əlavə edib qarışdırırıq. Sonra 2 stakan süd, 2 yemək qaşığı nişastanı əlavə edirik. Qeyd edim ki, stakan ölçüsü 200 ml-dir. Aşağı odda əlimizi götürmədən qatılaşana kimi qarışdırırıq. Qabarcıqlar əmələ gəldiyi zaman 1 paket vanilin əlavə edib qarışdırırıq. Qazanı kənara qoyub 40 qram kərə yağı əlavə edib yağ əriyənə kimi qarışdırırıq. Sonra bişmiş kremi başqa bir qaba soyması üçün əlavə edib üzərini örtürük. Soyuq halda olan 500 ml 33%li qaymağı mikserlə qatılaşana kimi qarışdırırıq. Soyumuş bişmiş kremi hissə-hissə əlavə edib mikserin aşağı sürəti ilə qarışdırırıq. Və bu şəkildə krem əldə edirik. Başlayırıq tortu yığmağa. Kənarlarını ovuntu halına gətirib tortun üzərinə səpirik. Tortun üzərinə istədiyiniz gilə meyvələrlə bəzəyə bilərsiniz. 4-5 saatdan sonra artıq tortu kəsmək olar. Çox dadlı, yumuşaq bir tort alındı. Bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Rəylərinizi gözləyirəm. Hələlik.